Sabahınız xeyir, gününüz xoş, uğurlu keçsin. Bugünkü təlimçiniz mən Günel Qaraxanova. Bizimlə yoqaya hazırsınızsa, başlayaq. Öncə sizlərə Navasananı göstərəcəm. Bu asana qarın əzəllərini gücləndirir, həmçinin bel əzəllərini gücləndirir, onurğada olan problemləri aradan qaldırır. Yerinə yetirilməsi, öncə dizləri yığılı şəkildə saxlayırıq, iki barmaqla baş barmaqlarımızı tuturuq. Biraz arxaya doğru gedərək yavaş-yavaş ayaqlarımızı açırıq. Dərin nəfəs alaraq 10-15 saniyə qalırıq. Əgər əllərinizi tutaraq dizləri aça bilmirsinizsə, əlləri buraxaraq havada saxlayırıq. 10-15 saniyə nəfəs alaraq geri qaydırıq. Növbəti hərəkətimiz Mastiya asanadır. Bu asana belin aşağı hissəsini, yəni aşağı diskləri, fəqərələri gücləndirir, elastikliyini artırır. Həmçinin sinə qəfəsini çox yaxşı açır. Yerinə yetirmək üçün matın üzərinə uzanırıq və başımızı yavaş-yavaş arxaya doğru aparırıq. Qollarımızı mata dayayırıq və sinə qəfəsini açırıq. 10-15 saniyə dərin nəfəs alırıq. Asanadan qayıdan zaman şavasanada dincəlirik. Növbəti asanamız çox maraqlı asanadır, bakasanadır. Bu asana biraz çətin görünə bilər. Yalnız evinizdə boks varsa, boks köməyinizə çatacaq, yoxdursa bu cür yastıqlar köməyinizə çatacaq. Vurğulayım ki, bu asana çox gözəl gücləndirir qolları və biləkləri, hansı ki, çox xanımlarda zəifdir. Boksları qarşınıza qoyacağıq, biraz qalxaraq, dizləri qoyuruq dirsəklərin üzərinə. Həmçinin əl barmaqları uclarını yerə sıxırıq. Yavaş-yavaş qabağa doğru gedirik. Ayaqlar yerdən aldığımız zaman başımızı boksa qoyaraq dayaq alırıq və 10-15 saniyə nəfəs alaraq qalırıq. Bokslar yoxdursa, yastıqlardan kömək alaraq həmin asanamızı yerinə yetiririk. Növbəti hərəkət dəvə pozasıdır. Bu hərəkət onurğanın əsnəkliyini, elastikliyini artırır, həmçində sinə qəfəsini çox yaxşı açır. Ayaqlarımızı çanaq bərabərliyində aralı saxlayırıq və yavaş-yavaş əlləri aparırıq dabanlara doğru. Başımızı arxaya və sinə qəfəsini açaraq 10-15 saniyə qalaraq dərin nəfəs alırıq. Əlləriniz dabanlara çatmırsa, qoyursunuz çanağa və qalaraq dərin nəfəs alırıq. Geri dönərək başımızı aşağı ötürürük. Sonuncu asanamız Purdvotana asanadır. Bu asana biləklərin əsnəkliyini artırır, həmçinin qarın əzəllərini çox yaxşı gücləndirir. Yerinə yetirmək üçün ayaqlarımızı qabağa doğru uzadırıq. Əl barmaqlar özümüzə doğru yavaş-yavaş çanağı qaldırırıq. Ayaq barmaq uclarını yerə toxunduraraq 10 saniyə dərin nəfəs alırıq. 10 saniyə çətin olarsa 5 saniyə qalın və yavaş-yavaş geri dönün. Bugünkü yoqamız bu qədər. Ümidvaram sağlığınıza faydası oldu. Hələlik.